Dahi şairimiz Füzulinin gözəl bir beyti var bu barədə. Buyurur, özünə müraciət eləyir, öz qəlbinə, öz ürəyinə müraciət eləyir. Möhnəti eşq, ey dil asandır deyib çox urma laf. Ey ürək, eşqin möhnətin çox da asan bilmə, boş-boş danışma. Eşq o qədər də sənin bildiyin kimi asan bir məsələ deyil. Möhnəti eşq, ey dil asandır deyib çox urma laf. Eşq bir yükdür, xəm olmuşdu onun altında qaf. Eşqin o qədər ağırlığı var, o qədər ağırdır ki, onun altında qaf hərfi əyilib, qaf hərfinin beli bükülüb. Ərəb dilində qaf hərfinin yazılış formasını bilənlər bilir ki, beli əyri şəkildə, beli bükük bir şəkildə yazılır və eşq kəlməsinin də sonuncu hərfi həmin qaf hərfidir ki, Füzuli buna işarə edir ki, eşqin ağırlığından qafın beli bükülüb. Yəni, eşq o qədər də asan məsələ deyil. Eşq sadə olaraq dildə səni sevirəm deməkdən ibarət deyil. Eşq bəli, belə bir xüsusiyyəti var ki, məşuqunun yolunda insanın belini bükər, insanın saçını ağardar. Bu qədər ağır və məsuliyyətli və eyni zamanda da müqəddəs bir məsələdir. Ona görə də insan sevdiyinə əgər itaət eləyərsə, o zaman onun sevgisi də dəyərli və qiymətli olar.